Doğru qan təzyiqi ölçümü doğru diaqnozun ilk addımıdır. Heç düşünmürsünüz ki, bəlkə də heç təzyiqinizi doğru ölçmürsünüz. Bəs doğru təzyiq necə ölçülür? Xəstə oturur vəziyyətdə olmalıdır. Kürəyi oturduğu stulun arxasına söykənməli, ayağı yerlə təmas etməlidir. Ayaq üstünə aşırılmamalı və danışılmamalıdır. Ölçüm ən az 5 gün ard-arda aparılmalıdır. Səhər və axşam saatlarında olmalıdır. Ölçüm zamanı təzyiq ölçən cihazı manjetə qola uyğun olmalıdır. Dəri üstündən və dirsəkdən 2-3 sm yuxarıda bağlanmalıdır. Ölçüm hər iki qoldan aparılmalı. Hansı qoldan daha yüksək olarsa, o qoldan ölçümlərə davam olunmalıdır. 1 dəqiqə arayla 2 ölçüm aparılmalı və 2 ölçümün ortalaması qeyd olunmalıdır.